içki aludəsi olmuş həyat yoldaşı ilə necə rəftar etməliyik? İçib problem yaradırsa evdə. Allah özü kömək olsun belə ailələrə. Mən deyəndə belə sözlər üçün çox narahat oluram həqiqətən. Bəlkə də onun islahatı sizin səbrinizə bağlıdır. Bəlkə də onun hidayəti sizin əməllərinizə bağlıdır. İnsanların da hidayət eləmək Allahın lütfu ilə də hidayət düzdür zatən Allaha məxsusdur. Amma Allahın izni ilə insan da o hidayət məcrası ola bilər, hidayət eləyə bilər insanları. Əhdikum səbilər rəşad Quranda ayə var. Ya məsələn Allah Taala deyir ki, min qovmi Musa, Musanın qövmündən bir ümmət qərar vermişik ki, onlar yəhduna insanları hidayət edirlər və yaxud və cəalnahum əimmətən yəhduna bi əmrinə imamlar qərar vermişəm ki, insanlara hidayət edirlər. Düzdür, zatən Allaha məxsusdur. Elə bir dənə misal çəkim də. Elə bir evdə tutaq ki, 2 dənə lampa var, 2 dənə işıq saçır. Bunlar müstəqil, biri o yanda saçır işığı, biri bu yanda işıq saçır, düzdür? Bunlar ayrı-ayrıdır. Bir dənə nəzərə ala, bir dənə evdə bir dənə lampa var, işıq saçır. Qabağına güzgü qoyulub. Lampadakı işıq vurur güzgüyə, həm güzgüdə işıq görsənir, həm lampadan işıq görsənir. Burada 2 dənə işıq yoxdur, bir dənə işıq var. Güzgü nədir? Vasitə rolunu oynayır. Bayaq ki, misalda ikisi müstəqil işıq idi. Burada amma bir dənə müstəqil işıq var. Bunun işığı o birisindəndir. Biz də bu mənada Allah hadidir, hidayət eləyən Allahdır. Amma biz güzgü ola bilərik. Hədisdə var, əl-mümin mir'atul mümin, mömin möminin güzgüsüdür. Bir mənası da deyirlər ki, Allahın adlarından biri əl-mümindir. Biz əgər iman əhli olsaq, o Allahın yer üzündə güzgüsü olsaq, biz də o nur saça bilərik insanlara. Nur ola bilərik insanlara. Nur göstərə, yolu aça bilərik insanlara. Bu mənada ola bilər ki, onun hidayəti sənə bağlıdır, xanım. Və eyni zamanda da sən ona səbr eləməklə yüksəlirsən, ucalırsan, qalxırsan, Allahın yollar açır sənə, bilmirsən Allah sənə hansı neymətləri verir. Allah səbr inayət eləsin. Hacı, o imtahanıdır da, o da hər kəsin bir imtahanı var. O da xanım üçün imtahan ola bilər də. Yəni belə bu cür də xanım üçün bəli, böyük imtahandır. Əslində xanımlar biraz çətinlik çəkir bu mövzularda. Mən bu suallar gəlib dəfələrlə, həm kişilərdən belə sual gəlib ki, qadınlar məsələn tutaq ki, falan mövzuda yorur. Həm xanımlardan gəlib belə suallar bu yöndə. Və həqiqətən adamın ürəyi ağrır. Allah sizə böyük səbr inayət eləsin, güc inayət eləsin inşallah. Və bu sözü də demək həmişə heç məsləhət deyil, amma bəzən olur da çıxılmaz bir vəziyyət, istisna hallar yaranır, çox problem yaradır. Məsələn, saçından tutub sürüyür, evi dağıdır, həmişə bunu artıq dərəcədə əziyyət edirsə, bu halda təbii ki, Allah bir yol qoyub da, bu məsələn boşanma yolu, düzdür, yenə deyirəm də buna ən son həddə, ən son anda əl atmaq olar. Amma da insandır da, bu insanın cəhənnəmə dönübsə, günü güzaranı neynəməlidir hacı? Yəni, indi onu qohum əqrəbası deyər, yox, nə qədər əziyyət olsa da boşanmamalısan, bu da çıxış yoludur. Orada da indi məsələn, belə məsələn bir tərəfinə kişinin haqqı, talaq gəlir, kişiyə düşür, gəlir bir təhər ondan talaq istənilsində, bu da biraz çətinləşir, amma Allah yenə də özü kömək eləsin.